Salam dəyərli izləyicilər, mən Raif Məmmədov. Kanalımda hər birinizi xoş gördük. Bugünkü dərsimizdə biz phrasal verb silsiləsinə aid olan bring out phrasal verbini və ya Azərbaycan dilində desək, tərkibi fe'lini öyrənəcəyik. Əgər hazırsınızsa, başlayaq. Bring out phrasal verbinin öyrənilməsi ən vacib olan 3 mənasını öyrənəcəyik. Birinci mənası nəşr etmək, bazara çıxarmaq, satışa çıxarmaq deməkdir. Daha aydın olması üçün belə deyək. Kitabların, jurnalların, musiqilərin, filmlərin və s. yayımlanması, həmçinin hər hansı bir məhsulun buraxılışı nəzərdə tutulur. Məsələn, they will bring out a new magazine next week. Yəni, onlar gələn həftə yeni bir jurnal nəşr edəcəklər. Digər bir nümunəyə nəzər salaq. Məsələn, she brought out her first album in 1992. Yəni, o ilk albomunu 1992-ci ildə çıxardı. Bring out phrasal verbinin ikinci mənası ortaya çıxarmaq, üzə çıxarmaq deməkdir. Gəlin bring out sözünü bu mənasına uyğun olaraq bir cümlədə işlədək. Məsələn, the blue scarf bring out the color of your eyes. Yəni, mavi şərf gözlərinin rəngini ortaya çıxarır. Bring out phrasal verbinin üçüncü mənası isə kimisə və ya nə isə bir yerdən çıxarmaq deməkdir. Məsələn, he brought out the tools from the garage. Yəni, o alətləri qarajdan çıxardı. Digər bir nümunəyə nəzər salaq. Məsələn, they brought out the injured man from the building. Yəni, onlar yaralı adamı binadan çıxartdılar. Və bu qədər dəyərli izləyicilər, video faydalı oldusa bəyənməyi və hələ də abunə deyilsinizsə abunə olmağı unutmayın. Yeni videolarda görüşmək ümidi ilə sağ olun.